Kızlar, salam aleykum. Bugünləri videonu yeni alışverişlə açmaq istəyirəm. Çünki yeni səhər-səhər girmişəm mağazinə. 2 dənə keşniş almaq istirdim və nə oldusa orada oldu. Gəlin görək nələr almışam. Belə şirə aldım. Bunlar əvvəl birsiz baha idi. İndi yaxşı ki ucuzlaşıb qiyməti. 2 manat 60 qəpik idi, səhv etmirəmsə bu. Bu birsiz şirinliyi azdır. Ona görə bunu tez-tez almasam da ara-ara bunu sırf uşaqlar üçün alıram. Bugün inşallah pizza eləmək istəyirəm. Pizzanla da bilirsiniz çox yaxşı yedim. Burada da ki zeytin aldım. Hərəsindən 1 manatlıq almışam pizzaya görə. Və burada yeni bir şey demək istəyirəm ki, tərslikdən, sanki bilirsiniz tərslikdən belə olur həmişə. Bu yeyinti addellərində zeytunlu, baxın, sasiska istir versinlər, istir pendir versinlər. Həmişə baxın bu polietilen paketləri verirlər. Bunlardan qızlar zibil iyi gəlir. Bunlar zibildən düzəldilmə, tüstü iyi verən paketlərdir. Mən neçə dəfə demişəm, amma görürəm ki, artıq xeyri yoxdur. Ona görə bunları tez mən bunun içindən çıxardacağım. Bunu nə demək istədim, yəqin bildinizdə. Sonra belə bir dənə barjum, bilmirəm nədirsə, bunu sınamaq üçün aldım. Sonra bir kol aldım 3 dənə. Bunu 1 manat 35 qəpik aldım bu arada. Zeytunların qiymətini dedim. Zeytunlar da ki, yaşıl zeytun 11.80-dir kilosu. Qara zeytun da elə o da 11.80. Bir kola 43 qəpikdir. Bu kolaları qızlarım hər dəfə göstərirəm videolarda. Elə bilərsiniz hər gün kola içirik, yox elə deyil. Yəni ancaq belə pizza falan bişirəndə, sonra məsəl üçün toyuq grill eləyəndə, nə ilə ki o belə gedir, ondan sonra onda içirik. Yəni hər gün içilmir. Mən bunları alıram. Bunları alıram, qoyuram evdə. Yəni ki istədiyimiz vaxtı, yəni belə eləyim sizə. İstədiyimiz vaxtı əlimizin altında olur. Sonra bundan aldım. Mandarin yazılıb, amma bu məncə mandarin deyil. Bu sanki mandarinlə apelsinin calağıdır. Dadı pis deyil. 3 manat 20 qəpikdir. Baxın, həmin o günahkar keşnişlər. 2 dənə keşniş 18 qəpikdir. Bir də kök 85 qəpik. Bunlar belə. Sonra bir dənə bundan aldım. Bunu həmişə alıb qoyuram evdə. Yəni evdən çalışıram, əksiltməyim. Həmişə evdə olsun. Belə stol bezi aldım 55 qəpik. Rəngi bozulsaydı daha yaxşı olardı, amma eyb yox. Belə ayaq yolu üçün baxın belə bir gel aldım. Belə dondurma üçün belə paketlər aldım. 1 manat 5 qəpiyə. İçində 25 dənədir. Burada paltarda bunu göstərməyəcəm qızlar. Bunu da sırf sizlər üçün almışam. Qədrimi bilin, necə deyərlər. Zarafat edirəm. Bunu birisini aldım qızlar. Yəni videolarımdan birində sizə mən demişdim ki, 72% sabunların fərqini sizə, yəni orada başa salırdım. Yəni bunu aldım ki, baxın belə gözünüzlə görək mən nə demək istəyirəmsə orada. Bu görürsüz tikə sabundur. Bunun bilmirəm, yəni jidki halda olanları var ya yox, amma sırf bu firmanın mən arxasını oxudum. Yəni digər firmalarda həm bitki yağlı, həm heyvan yağı üstündə yazılmışdı. Amma bunda qızlar, bunda deməli baxın görürsüz, əla növ palma və kokos yağlarından hazırlanmışdır. Təmizlənmiş bitki yağlarından hazırlandığına görə rəngi ağdır. Tam təbii məhsuldur. Görürsüz, bu sırf bitki yağı əsasındadır. Ona görə də kim narahat olursa, baxın arxasını oxuyun həmişə. Adətən baxın, bunun rəngi görürsünüz, açıq 72%-lərin arxasında tərkibini oxuyun. Əgər tapsaz, yəni siz də götürün. Əgər narahat olursunuzsa götürün. Baxın, firmanın adını da belə qoyuram, Vizadır. Düzdür, mən birinci dəfə görürəm bunu. Belə, bugünlük aldıqlarım bu qədər. Burada başqa bir şey yoxdur, bu heç. Bugün pizza eləyəcəm. Əgər həvəsim olsa, həm də vaxtım olsa çəkməyə, qızlar çəkərəm. Baxaram, gedişatdan asılıdır.
Birazdan xəmiri yoğuracağam. Bunun üçün də deməli qızlardan biri soruşmuşdu. Mən də bir müddət əvvəl ki, bəs pizza xəmirini göstərim. Qızlar, evdəki əlimin altında olan ərzaqlardan asılıdır. Südüm varsa südlə yoğururam. Məsəl üçün zeytun yağı varsa zeytun yağı qatıram. Yoxdursa əgər adi isti sulla biraz droş, çox cüzi, yəni droş çox qatmayın çalışın. Burada da çox azdır. Biraz şəkər tozu, bir çay qaşığı yarım, duz, yəni duzsuz heç cür olmur. Bir də duru yağ, adi duru yağ da qata bilərəm sulla yoğuranda. Yəni evdə heç nə yoxdur, amma xəmir yoğurması problem yoxdur. Belə də yaxşı olur. Amma misal üçün bu günləri süd var idi məndə, süd yəni xarab olmasın deyə yarısından kaşa bişirdim uşaqlara, gerkules bişirdim. Yəni bu gün südüm var deyə südün içinə biraz indi göstərəcəm. Baxın qızlar belə, qazının üstü bərbad gündədir, fikir verməyin. Səhər-səhərdir, axşamdan qalıb. Yəni kərə yağını atmışam südün içinə, biraz isidirəm, əriyəndən sonra yağ. Yəni bununla yoğuracağam. Lap biraz zeytun yağı da qata bilərəm. Yəni nə istəyirsiniz, sizin yəni belə deyək, nastroyeniyavızdan asılıdır. Necə istəsəz yoğura bilərsiniz. Yəni mən xüsusi belə bir reseptim yoxdur ki, mən daima onunla yoğururum. Yəni fərqli, hər dəfə bir cür olur. Belə yağla, südlə yoğuranda xəmiri daha kövrək olur, pizza xəmiri. Yaxşı olur, amma o birisi cür də yaxşı olur. Yəni zövqdən asılıdır. İndi bu yağ ərisin, qoyacağam, indi söndürəcəm, qoy ərisin, sonra buraları yığışdıracağam. Qoxunu bərbad gündədir, göstərmək istəmirəm bu günlük. Ay qızlar, mən bunu bu yağları açmışam. Mən elə bildim bunlar böyüdü ölçüsü, amma balacadır. Yəni balaca olmağı bir yana materialı çox nazik idi. Yəni adətən əvvəllər mən alırdım həmişə. Onlara baxanda bu nazik idi, çox nazik idi materialı. O da bir yana bundan. Qızlar, bundan elə pis iyi gəlir. Amma yəni pakovkası falan hamısı keyfiyyətli görünür də. Dedim də alım atım. Hamısı görürsünüz Çin dilindədir. Bilmirəm, yəni bunun içinə mən nəsə yığa bilərəm, bilmərəm. Belə indi sanki biraz qaldıqca keçir, iyi. Amma qızlar, ilk təəssürat bunun dəhşət deyib, yağ sizə dilim paketlər niyə gəlir? Bilmirəm, mən bunu neyəcəmsə. Bilmirəm, belə açıq qoyum saxlayayım, bəlkə iyi gedər. Bunun içinə yemək qoymaq olar, dəhşətdir. Birinci dəfədə mən belə bir şey görürəm. Baxın xanımlar, müqayisə eləsək, bu məndə ümumiyyətlə evdə var idi də. Bunu çoxdan almışam mən. Bu biraz kiçik ölçüdə olandı. Bunlar baxın belə istədiyim vaxtda belə açıla bilir. Bu paketlərin səsinə görə üzr istəyirəm. Yəni mənim səsimdən bir paket səsi də düşür. Bunlar tam başqadır. Baxın görürsüz. Düzdür. Yox, naziklik eynidir demək olar, amma 1 qram bundan iyi gəlmir qızlar. 1 qram. Yəni bunun içinə rahatlıqla nəsə qoymaq olur, amma bu necə tüstü iyi gəlir. Dəhşətli. Bilirsiniz, klonkanın yanında necə iyi gəlir. Baxın elə. Gerək içinə başqa şeylər yığım. Qızlar, yəni bu videom demək olar paketlərə həsr olundu da. Yəni bəzi insanlar deyirlər, misal üçün mən özüm də hal-hazırda pingvin paketlərinin içində buzxanada şey saxlayıram da, yəni dondururam. Çox şeyi onun içində saxlayıram, çünki konteyner dediyim kimi əlavə yer tutur. Mənim də buzxanamda o qədər yer yoxdur. Mənə belə paketlərdə sərf eləyir. Yəni deyirlər ki, paketdə saxlamaq ziyandır falan da. Yəni ziyan deyil. Yəni baxır hansı paketdə. Görürsüz, bu adi bildiyimiz pingvindir. 60 qəpik idi qiyməti. Görürsüz, üstündə yazılıb freezer bag. Yəni bu yeyintiyə yararlıdır qızlar. Yəni bunun fərqi odur. Digərinə baxanda, o mən dediyim polietilen paketlərə baxanda bunun fərqi odur. Yəni bunun içində rahatlıqla siz dondurucuda nə istəsəz dondura bilərsiniz. Dediyim kimi sizdə də əgər məndə kimi yer yoxdursa, dardısa, buzluq. Görürsüz, üstündə də yazılıb ki, food, yəni həm stoklamağa, həm də ki, içində yemək saxlamağa yararlıdır. İstehsalçının özü bunu qeyd edib. Bu da pizzanın son halı, qızlar. Hazırlanmasını çəkmədim, çünki vaxtım olmadı. Həm də ki, hazırlanması düşünürəm ki, bir mənası yoxdur. Düzdür, biraz ötürdüm. Həmişə kimi, yəni mən nə vaxt video çəkirəm, mən də pizza mütləq ötməlidir. Başqa vaxt pambıq kimi olur. İçiliyi sizdən asılıdır. Yəni nə istəyirsiniz içinə qata bilərsiniz. Məndə burada ketçupdur, mayonezdir, biraz zeytun yağı qarışdırıram, yaxıram. Üstünə oregano, yoxdursa kəkli otu, o da yoxdursa quru reyhan. Sonra üstünə mən düzmüşəm deməli sosiskadır. Holland pendiri, pomidor, biber, zeytun. Sadəcə bu dəfə unutdum göbələk almağı. Göbələklə də çox gözəl olur. Mənim xoşuma gəlir. Amma yadımdan çıxdı, onu almadım. Belə indi mən bunu kəsəcəm. Kəsikdə də belədir, baxın. Bir də ki, mən pizzanı çalışıram çox bişirməyim. Yəni ayda bir dəfə ya pişər, ya da ki 2 dəfə uzağı pizza pişə bilər bizdə. O da ki, hər pizzaya burada, yəni bu böyük pizzadır da 2 dənə cəmi sosiska qatmışam.
Və sonda da kənd yumurtası almışdıq. Çox pis gündə idi qızlar, kənd yumurtası o qədər çirkli idi ki, yəni yenə də hər videoda deyirəm, yenə də ürəyim dözmədi, mən bunları yudum. Düzdür, bilirəm, indi bir çox qızlar deyəcəklər ki, yumaq olmaz, içinə zərərli bakteriyalar keçir filan. Əslində düz deyirsiniz, bu zərərli bakteriyalar keçir, çünki biz onu yuyan vaxtı onun qoruyucu baryerini silirik. Necə deyirlər, onun üstündə kutikula deyilən bir şey olur. Onu biz yuduğumuza görə sanki yumurta daha həssas olur bakteriyalara qarşı və oradan içəri mikroblar keçir. Amma ki, yenə də mən deyirəm, mənim yenə də ürəyim dözmür. Hər dəfə də ki, misal üçün səhər tezdən durursan, nəsə bişirmək istəyirsən, yumurtanı götür, onu bir də təzədən yu, elə. Bu mənə biraz çətin gəlir, nə yalan deyim. Ona görə də mən bunu yuram, yuyub qoyuram hazır. Və buradan bir şey demək istəyirəm ki, yəni bundan sonra bir üsul öyrənmişəm. Yumurtaları belə yuduğum zaman onu çalışacağım duru yağla üstünü, yəni yuyub, bu arada yuyanda isti suna yumaq lazımdır. Hardasa 35-40 temperaturda belə yumaq lazımdır. Çox qaynar yox. Soyuq suda yumaq olmaz. Soyuq suda yuyanda, yəni ümumiyyətlə soyuq suda yumaq olmaz. Çalışın isti suyla, sodanla, yəni yuyanda yumaq lazımdır və yaxud da tikə 72% sabunla. Yəni yuduqdan sonra yumurtanı qurudub və duru yağla onun bütün yumurtaların üstünü duru yağla belə silmək lazımdır. Sanki onun üstünə bir yüngül plyonka əmələ gətirilmişsiniz kimi onun üstünü duru yağla sildikdən sonra, yəni eynən siz sanki həmin o qoruyucu baryeri yenidən yaradırsınız. Yəni bunun hesabına hətta bir aya qədər siz onu saxlaya bilərsiniz. Yəni yumurtaya heç bir ziyan olmur da. Yəni o sırf yuma prosesində o mikroblar onun içinə girmir. Yəni mikroblar necə deyirlər, müəyyən zaman ərzində, yəni soyuducuya ki biz onu qoyuruq ya uzun müddət saxlayırıqsa, yəni 1-2 gün, 3 gün ərzində biz istifadə ediriksə, hətta bir həftə ərzində istifadə ediriksə, yəni yenə də bunun o qədər təhlükəsi yoxdur. Əgər yumurtanın üstündə çatlar falan yoxdursa, bu təhlükəli deyil. Amma yəni uzun müddət istifadə ediriksə, onun yəni üstünə dediyim kimi duru yağla, çox belə sulu yox, yəni nazik qatla duru yağla yağlayanda həmin eyni sanki o kutikulanı əvəz etmiş kimi oluruq. Yəni onun özündə necə ki doğma özünün üst qatı olur, qoruyucu. Biz sanki onu yaratmış oluruq və tam rahatlıqla bir ay içində, hətta bəlkə biraz da çox həmin yumurtanı siz rahat saxlaya bilərsiniz. Yəni bunu ona görə deyirəm ki, yəni yenə yumaq istəyənlər varsa, yəni mən misal üçün mənim ürəyim arxayın olmur. Çünki kənd yumurtalar həqiqətən çox çirkli olur. Düzdür, deyirlər onu nə bilim salfetka ilə falan silmək olur, amma yenə də ürəyim arxayın olmur. Mən onu yenə də yuyuram qızlar. Ona görə də yəni buradan sizə də belə bir məsləhət görüm. Yəni mənim kimilər varsa, yəni yuyub qoymaq istəyirsinizsə, elə üsuldan istifadə edə bilərsiniz. Yəni mən inşallah ki, bundan sonra əgər uzun müddətə görsəm ki, yumurta çoxdur. Misal üçün olur bəzən biz 100 dənə ala bilirik ya 50 dənə alanda uzun müddət əgər düşünürəmsə o qalacaq, onu çalışacağam yuduqdan sonra belə salfetka ilə hər tərəfini yağlayıb yumurtanı və üzü, yəni şiş hissəsi, uc hissəsi aşağı olmaq şərti ilə yumurtaları saxlamaq lazım. Düzdür, mən konteynerdə saxlayıram, bilmirəm orada necə olacaq, artıq uc hissəsi aşağı. Amma yenə də bunu da bir məsləhət olaraq sizə deyim. Yəni istəyən olsa bu formada siz də saxlaya bilərsiniz. Mənim kimi insanlara, mənə şəxsən çox rahatdır. Mən onu yuyub qoyanda həm istifadəsində də rahatdır. Çünki hər dəfə dediyim kimi yenə təkrarlanıram. Çox çətindir, səhər tezdən durursan, onu yuyursan, ona hər dəfə əl toxundurmağa mən şəxsən nə deyim, nə yalan deyim, yəni ürəyim gəlmir. Mən onu adətən fırça ilə təmizləyirəm. Ona görə də mənə rahatdır ki, bir dəfəlik hamısını yuyum və sonra bir dəfəlik yəni rahat qoyum və arxayın olum ki, yumurtalar təmizdir, istədiyim vaxtda götürüb onu istifadə edə bilərəm. Qızlar, bu günləri bazar tərəfə getmişdik. Orada mənə bir-iki şey lazım idi. Əsasən bu idi. Bu ərküdə toxumudur. Bunu dəmləyib inşallah ki, içmək istəyirəm. Bu bilirsiniz, baş ağrıları, ümumiyyətlə hormonal dəyişikliklər falan belə vaxtı, yəni qadınlar üçün əsasən yaxşıdır. Belə vaxtı çox faydalıdır deyirlər. Hələ indi kimi içməmişəm. Yeni-yeni sınayacağım. İnşallah ki, kömək olar.
Sonra elə ora girmişkən oradan belə sarıkök götürdük. Yəni bu təbii sarıkökdür. Elə yerindəcə orada çəkirlər, verirlər. 100 qramı 1 manat 50 qəpik eləyir. 2 dənə götürdüm. Birini bizə, birini də qaynanama. Hərəmsə 100 qram. Və oradan döndük Canhom'a. Canhom'dan belə təcili lazım bir şey yox idi. Sadəcə elə belə marağa girdik, görək nə var. Düzdür, əvvəlki kimi belə ucuz qiymətlər qalmayıb və qeyri-adi şeylərdə əvvəlkinə baxanda o qədər də yoxdur. Mən deyərdim ki, bəzi elə əşyalar var ki, marketlərdə daha ucuzdur. Amma yenə də, misal üçün baxın, bunu götürdük. Soyuducu üçün olan, nə deyirlər buna? Bu qızlar 1 manatdır. Düzdür, mənə özümə də təəccüblü gəldi. Bunun 1 manat olmağı. Mən bunu marketdən neçə almışdım? Ya 1.80 almışdım, ya 1.50 almışdım. Dəqiq yadımda deyil. Amma bu düşünürəm ki, 1 manata içində 4 dənədir də bunun. Özü də böyük ölçüdür. 1 manata düşündüm ki, yaxşıdır. Birini özümə götürdüm. İkisini qaynanam istəmişdi. Birini buradakı soyuducuya, birini də kənddəki soyuducularına. Belə 1 manata fikirləşirəm ki, məncə yaxşıdır qiyməti. Sonra elə Canhom'dan belə bir şey götürdüm. Bu da 1 manatdır. Bundan almışdım mən. Məndə var idi. Yəni əl qurulamaq üçün belə edirsiniz, əlin suyunu çəkir canına. Mən bunun monstera yarpağı formasında olanı istirdim. Onu hələ ki tapa bilmirəm, amma dedim 1 manata pis deyil də, yaxşıdır, əli qurudur. Bu bilmirəm nədirsə, yoldaşım götürdü. Bu da 1 manatdır. Telefon tutacaqdı. Nədirsə heç başım çıxmadı nədir. Canhom'dan götürdüklərimiz bunlar. Bunu da qızlar. Ha, bir də bunu götürdüm. Bunu da Canhom'dan götürdüm. 1 manat idi. Pilka 3 dənə. Bunu isə başqa bir mağazin vardı. Nə alırsan 1 manat. Bunu oradan götürdüm. Şimdi açım göstərim sizə. Düzdür, elə güclü keyfiyyəti yoxdur. Amma yenə də 1 manata nə verirlər belə baxanda. İçinə paltar, nə bilim, xırda-xuruş şeylər, belə şeylər yığmaq olar da. Baxın, belə bir şey. Belə bir qutu. Baxın, dərinliyi görürsünüz. Mən bu əlim baxın, bu qədərdir. Yaxşıdır məncə. Yəni qiymətinə görə yaxşıdır. Sonra oradan da döndük. Orada bir market var. Bazar tərəfdən qalanlar bilər. Adı Altamat marketdir. Mini sədrə idi əvvəl deyəsən. Bir dənə tum götürdük. Altamatdan. Yəni orada başqa bir şey axtardıq. O niyyətlə getmişdik. Onu tapmadıq deyə. Yəni rastımıza bunlar çıxdı. Bunu aldım. Amma bunun qiyməti yaxşı idi, endirimdə idi. Endirimdə deyildi, öz qiyməti belə idi. 8 manat 15 qəpik idi, səhv etmirəmsə. Və mən də düşündüm ki, bu qiymətə məncə çox yaxşıdır. Bu çox yaxşı yuyucu vasitədir, qızlar. Baxın belə qızlar, bu qədər şey aldım. Yəni çox da elə pulum çıxmadı düşünürəm ki, yəni yaxşı alış-verişdir bu qiymətdə. Yəni siz də yazarsınız, nə düşünürsünüz? Yəni bahadır, ucuzdur, dəyərmi, dəyməzmi? Və sonda da qızlar mama gilə iftara getmişdik. Orada biraz video çəkdim. Düzü əvvəl istədim belə dolu bir vlog çəkim, amma sonra düşündüm ki, ehtiyac yoxdur. Həm getdiyim yerdə düzü video çəkməyi çox da xoşlamıram. Çünki bu, yəni necə deyirlər, ailəvi gedib oturursan, edirsən, insanı sanki ondan ayırır. Ona görə vaxtımı videoya çox sərf etmək istəmədim. Oradan-buradan video çəkdim sizlərə. Düşündüm ki, artıq sizinlə də sağollaşıb, ona görə sona bu kadrları qoydum. Və ən əsas da mama uşaqlar üçün belə bir şirin bir yer düzəltmişdi. 4 ayağın üstündə yer süfrəsi onlara açmışdı. Elə ən çox da bu kadrları çəkmək istirdim. Bu yeri çəkmək istirdim. Necə yaxşı düzəldib uşaqlar üçün. Ona görə oradan-buradan çəkdim. Yeməkləri artıq paylaşmadım. Düşündüm ki, çox doğru olmaz bu ayda yeməkləri paylaşmaq. Amma həmd olsun, günümüz çox gözəl keçdi. Allah bütün orucları, verilən iftarları, xeyirli duaları qəbul eləsin. Bu aydan bizi bağışlanmış olaraq çıxarsın. Amin. Və məni sona qədər izləyən hər kəsə buradan öz təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun qızlar. Kiməsə maraqlıca kanalım, bir videolarımı bəyənirsinizsə, istəyirsinizsə abunə olub like qoyarsınız. Məcbur deyil, istəkdə nasıldır. Belə qızlar, inşallah növbəti videolarda görüşmək ümidi ilə. Allah amanında qalın, özünüzə yaxşı baxın.